Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən və parçalanmaqdan qurtaran əbədi yaşar lider. Azərbaycan xalqını tənəzzüldən və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxaran tarixi şəxsiyyət. Ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi, yorulmaz fəaliyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində hökm sürən xaotik və anarxik meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində mühüm rol oynadı. İstiqlalına qovuşduqdan sonra milli dövlətçiliyi bərpa edərək müstəqil dövləti qurub yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sayəsində qazanılan müstəsna uğurlara görə ümummilli liderə minnətdar olduğunu gizlətmir. Müstəqil Azərbaycan dövlətinin memarı haqlı olaraq Azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilib. Ümummilli lider adını qazanıb. Yevlaxlılar da əbədi yaşar liderin xilaskarlıq missiyasını və Azərbaycan üçün gördüyü işləri hər zaman yüksək dəyərləndirir. Ümummilli liderin anadan olmasının 102-ci il dönümündə bir araya gələn Yevlax ictimaiyyətinin nümayəndələri bir daha tarixin səhifələrini vərəqlədilər. Azərbaycan adlı şah əsəri yaradan əbədi yaşar liderin mənalı həyatı və xalqımız qarşısındakı misilsiz xidmətlərinə diqqət çəkdilər. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video çarx nümayiş etdirildi. Vurğulandı ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyev 44 günlük vətən müharibəsində qazanılan şanlı qələbəni Azərbaycan xalqına bəxş etməklə ümummilli liderin vəsiyyətini yerinə yetirmiş oldu. Qarabağa azadlıq və sülh gətirdi. Tədbir zamanı Respublika fən olimpiyadalarında yüksək nəticə əldə edən Yevlaxlı məktəblilərə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim edildi. Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Fikrət Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri ümummilli lider Heydər Əliyevə və vətənpərvərliyə həsr olunan nəğmələr ifa etdilər. Rəhman Əsədov, Faiq Kərimov, Yevlax.